Yo, o özü gəlib efirə. Dedim istəyirsən gəl gəl. O özü birincisi o məndən üzr istəməyib, xalqdan üzr istəyib. İkincisi bəli tərbiyəsizlik eləyib, tərbiyəsizdir. Mən də söymüşdüm TikTokda, mən də tərbiyəsiz idim. Adam əməlinə görə tərbiyəli və tərbiyəsiz. Bəli, ola bilər mən 365 günün 300 günü yaxşı oluram, tərbiyəli görünürəm. 65 gün tərbiyəsiz görünürəm. Mən özümü də o siyahıya götürürəm. Mən tərbiyəsiz istədiyim adama deyə bilərəm. Tərbiyəsizsən ki, deyirəm. Mən deyir, istədiyim adamı aşağılayaram. Birincisi, sənin başın üçün deyir. İkincisi, sənin ətrafındakı o müğənnilərin nəsli yığışsa, mənə söz demək qüdrətində ola bilməzsiniz. Səhv salmayın məni. Əhatəvizdəki cındır-mındırlarla. İkincisi, mən heç kimi zorla efirə dəvət eləməmişəm. Samirə özü zəng vurub, Samirə ilə özü mənim münasibətim çox yaxşıdır. Deyib ki, istəyirəm efirə yığım. Yığıb, işə gedirəm. Fərəh də mənə zəng vurdu, mənə zəng vurma. Ürəyin istəyir, açıqdır, gəl, cəmaata sözümüdür. Heç mən o ilə efirə çıxmamışdan qabaq salamlaşmamışam da. Bir dənə balası var onun, bir dənə də balam var mənim. Balamın canı üçün, əgər mən Fərəhlə reklam vaxtı salam vermişəmsə, görmüşəmsə onu, Allah mənim bəlamı versin. Özündən də soruşa bilərsiniz. O efirə çıxıb deyə bilərdi ki, Tolik mənə cəb eləyib bu söz demişəm. Hə, onda mən onun cavabını verərdim. Mənim nəyimə lazımdır? Mən heç kimi heç şeyə məcbur edə bilmərəm. Buna mənim haqqım çata bilməz. Amma Kəmalə Günəşli görürəm, dünən bir video var, efirləri nə gedir, kim? Ay Kəmalə, sən ha vaxtdan efir haqqında danışan çıxmışsan, sən bu haqqı kim verdi, açan verdi? Sən biz çıxardıb efirdə cəmaat tanıtdırmışıq, sən neçə illərin sənətkarı oldun? Sən o filini 18 yox, 50 ilin müğənnisi ola bilirsin. Sən kimsən ki, sən mənə söz atasan, həcə verirəm. Sən dalınla tanınmışsan, mən də cəmaatın xəyanətkarlarını göstərirəm. Ərləri xəyanət edir, müğənnilər ərləri əlindən alır, onlara edirəm. Sən nə ilə tanınmışsan? Hansı muğam oxumusan Azərbaycanda? Hansı mahnı oxumusan? Kəmalə, Kəmalə, qaz vermə. Kəmalə, sən nə ilə tanınmışsan? Kəsməş kəstəsi oxumusan, Bayatı Şiraz oxumusan. Sən nə ilə gəlmişsən sənətə? Buyur. Sən efirlər haqqında söz deyəcəkən akılcı adamsan. Sizə kim bu qazı verdi? Buyur atın, buyur. Sizə kim bu qazı? Siz haçandan özünüzü söz sahibi istədiniz. Sənin o salonunda sənin bəzəyənlərindən tutmuş. Sizin hamınız kimsiz ki? Qaz verirlər, bəzəyirlər, az fikir vermə. Sən az küs sizin başınıza gördüyünüz Kəmalə Günəşlidir. Timu'dan alınanlar. Deyir ki, efirləri son sana zəbə edirəm, sən dalımdan danışacaq. Ağlımı itirmişsən sən. Az mən sən şurobu deyiləm, sən məylə... Sən yox, sənin o fanat ordun var ha, 3 dəstəsi bir Məmmədlik. Onlar mənə söz deyə bilməz. Gör, mənə bunu desəydi Səkinə İsmailova, mənə bunu desəydi Elnara Abdullayeva, yəni sənətdən gələnlər, dilimi soxardım. Son zamanlar, az efirdə son zaman sən efirlərə möhtaç qalacaqsan. Sən və sənin padruqon, bunu mən deyirəm sənə. İndi bax, bugün Mikail mənə zəng vurdu. Dedi ki, sən açan düşün Kəmalə ilə o feylə mənim efirimdə olacaq. Çünki dostumdur, Zaur bir, Xəzərə onsuz çıxmırsınız, həsrətsiz ora. İndi mən inanmıram ki, Yalçın da mənimlə durub prinsip aparsın. Çünki Yalçın dava eləsəm də oyna, neynəsəm də Yalçına mən sizdən daha vacibəm. Sonra hala çıxacaqsınız. Kanal istənilən verilişə çıxa bilərsiniz. Əlim orada uzundur. Rəşad müəllimdən xahiş edəcəyim ki, bu Ramazan ayında insanlar ürəyini bulandırmayın. Bu səviyyəsizlərlə onlar da çağırmayacaqlar. Nə baş verir? Dünya TV canları sağ olsun, geçsinler. Hiç inanmıram Samir onları çağırsın mən deyəndən sonra. Yəni siz anlamırsınız ki, siz 10 dənə müğənni fanatınızlarla bir yerdə mənim bir sözümün dəyəri qədər ağırlığınız yoxdur. Siz anlamırsınız ki, siz heç kimsiz. Yəni mənim ağırlığım, bir sözümün ağırlığı sizin ümumi rəfiqələrinizin çəkisindən ağırdır. Niyə bunu başa düşə bilmirsiniz ki? Niyə dilimizi dinç salmırsınız ki? Mənim efirimə fikir bildirən çıxmısan sən. Sən kimsən?
Səni biz gətirdiyi bu cəmaatı tanıtdırdıq. Səni hamı arxasıca efirdə nələr gedir, zor eləyirəm gedirəm. Sən kimsən? Kimsən də sən? Sənə qaz verənin qazını alaram. Kimsən ha sən? Sən mənim haqqımda fikir bildirəsən. Mənim yoxa verilişim. Mən danışmışım ərinə xəyanət edən müğənnilərdən. Əri ola gəzən müğənnilər də deyəcəyəm. Dallarını böyüdürlər, ona buna paylayırlar. Onlardan da danışacağım. Ərim namus deməsinlər. Ərləri olaraq başqalarına da gedənlərdən danışacağım. Danışacağım. Kimsiz ha siz? Ucuzluq zibil kutusunda olan indirime düşən müğənnilər. Kimsiz ha siz? Size kim bu hakkı verdi? Sizi efirə çağıranın ağlı yoktu. Benim aklım olmadı ki manafın sözüyle səni çağırdım. Ged o manafa denən səni efirlərə koysun. Manaf da geçsin. Sizi tolik ne dirdirsin çıkardın efirə. Görün manafın sözüyle səni kim çıkardacaq efirə. Davay. Hodri meydan deyirəm hamımıza. Kemal'e sənə də. Ofer'e sənə də. Sami'le sənə elə bu hodri meydanı demirəm. Çünkü sen Allah anova şefa versin. Ama biraz o 3500 sefere aldanma da. Yani aldanma, aldanarsan, dürüst ol sonra yanarsan. Uzaqbaşı senin o dostun var ya nasosuna. Uzaqbaşı onun efirinə səni çağıraram. Ne olar? Ne olar ki mən keçən? Gedər şimdi dalayacaksın. Ki mən keçəndə göre ne olardı? Yani aldanmadan Samir o 3500 nəfəri özünü xalq artisti görmədi. Hörmət elədim sənə. Gel görəmən də. Yani aldanma da buna. Oturmuşsan özlerine götürüblər. Pox yer mənə o sözü deyən adam nəslinin ağzıyla. Pox yer o mənə söz atan adam nəslinin fikrində belə düşünür ki özlerine götürüb deyən adamlar pox yer nəslinin ağzıyla. Kim ki düşünür ki Kemal'in sözü, Fərəhin sözünü mən özümə götürmüşəm. Onu şuuraltı özünə deyən, mənə söz atan adam pox yer nəslinin ağzıyla. Yaxşı. Yani şuuraltı belə mənə söz atmaq istəyən adam ki var ha, özlərinə götürüblər. Buradan deyirəm ki, pox yeyirsiniz nəslinizin ağzı ilə. Əgər məni nəzərinizdə tutursunuz ha, mən demirəm, bəlkə heç nəzərdə məni tutmursunuz. Amma nəzərdə tutub canlı yayımda kim deyir ha, bəzilərini yandırdı mənim sözüm, onlar özlərinə götürdü. Bunu deyənlər pox yeyir nəslinin, ölülərinin ağzı ilə pox yeyirlər. Yaxşı. Yəni ağlınızı ora bura salmayın ha. Yani deyirəm, Fərəh bunu deyib, kim özünə götürüb eləməyib, bu başqa məsələ. Fərəh ümumilikdə deyib, öz etiraf elədi ki, səhv demişəm, bu məsələ. Amma kimsə canlı yayımında şuuraltı söz atır ki, ay qız, yandırdı, özlərinə götürdülər, nə bilim, onu deyən pox yer nəslinin ağzı ilə. Mənə əgər düşünüb deyirsinizsə, Kemal'in orası sizin nəslinizin ağzına olsun. Yaxşı. Kemal'in de orasından başka bir şey yoktu da danışasınız. Bir tane orası var, o da sizin ağzınıza olsun. Zirzibil yığını. Kimsiz ha siz? Kimsiz de siz? Gelin siz dəstəvizlə gelin, o Timo'dan alınan müğənnilərinizlə gelin. Mən tək. Əşrəf tək, siz de hamınız. Davay. Siz başa düşmürsünüz ki 3-5 tane sayfa sizi paylaştırır. Ben buna fikir vermirəm. Bu dəqiqə istəsəm siz oradan sildi. Siz anlamırsınız ki siz heç kimsiz. Siz əhəmiyyət daşımırsınız bu sayfa. Saytlar üçün sizin aləminizdə. Bu dəqiqə deyim, bu saniyə. Rüstəmə deyəcəyim, siləcək onu. Kimə istəyirsiniz deyim, sildirim. Bu dəqiqə sizi möhtac qoyum o sayfalara. Yəni mənim ayda mənim ağzımı bunlar niyə açır? Ben efirdə çox şey deyə bilmirəm. Burada deyirəm də. Siz ucuzluq yığını. Siz kimsiz? Mən yenə də deyirəm, Fərəh nə deyib? Bəlkə səhv deyib, Fərəh çıxdı, üzrünü məndən yox. Mən də səhv eləmişəm vaxtında. Mən də üzr istəmişəm. Bəli, Fərəh, sən tərbiyəsizlik eləmişsən. Mən də tərbiyəsizlik eləmişəm. O vaxtı TikTokda söyüş söydüm, mən tərbiyəsiz idim. Həmən ana görə mən tərbiyəsiz idim. Amma kim ki canlı yayımda 3000-5000 adam görür,
dala əldən gedir ha. Və orada söz deyir ki, ay Allah, özlərinə götürdülər. Onu mənim şuurumda məni fikirləşən adam var ki, Tolik özünə götürdü. O adam pox yer nəslinin ağzı ilə. Atasının, anasının ağzı ilə. Və mən bu söz deyirəm. Beynində məni fikirləşib də o sözü deyənlər pox yerlər nəsillərinin ağzı ilə. Yaxşı. Hə, məni fikirləşmirsiniz, özünüz bilərsiniz. Şuur altı məni fikirləşib bunu deyənlər. Zahir Nəbioğlu çağırmayacaq onları. Çağırmayacaq Zahir Nəbioğlu. Çağırmayacaq. Zahir Nəbioğlu, Mikail mənə bugün özü zəng vurmuşdu. Mən inanmıram ki, Yalçın onları efirinə çağırsın. Çağırar, əcəb eləyər. Onda da oyla açıq müharibəmi apararam. Hələ ki, ümid edirəm ki, onları çağırmayacaq. Rəşad müəllimdən özüm şəxsən xahiş edəcəyim ki, Ramazan bayramı dalları ilə tanınanları, tərbiyəsizləri, pozğunları efirə çağırma. O da çağırmayacaq. Rəşad müəllim çox gözəl adamdır, çağırmayacaq. İndi mən bunlara göstərəcəyəm ki, siz ucuzluq yığını heç kimsiz. İndi yatıp durur, mənim videolar atırlar. Kəmalə Günəşli mənim efirimdən fikir bildirir. Kəmalə, gəl çıxaq vəbşi bu ölkədə bayıra görə səni necə tanıyırlar? Səni hansı sənət əsərvə görə tanıyırlar? Həkimlərin qoyduğu o meranos qoyunların vidində sən kimsən ki, mənim verişim efirdə, əcəb efirdə nə söhbət gedir? Sənin dalığın söhbəti gedəndə yaxşı idi. Sən mənə durub söz deyirsən. Hə, Kəmalə? Space'də ümumiyyətcə bir verişə çıxmayacaqsınız. Nə İbrahimə, nə İsa'ya. Kəmalənin oğlu çox tərbiyəli oğlandı. Çox yaxşı oğlandı. Tərbiyəli. Kəmalin evlatlarına yaxşı tərbiyə verib. Kəmalənin evlatları tərbiyəlidir. Qızını tanımıram, qızım olsun. Amma Kəmalənin oğlu çox tərbiyəli oğlandı. Çox mədəni oğlandı. Kəmalənin ailəsi haqqında heç bir söz deyə bilmərəm. Çünki çox gözəl evlat böyüdüb. Samirənin də oğlu, qardaşım olsun, qaqaş çox yaxşı uşaqdır. Çox mədəni uşaqdır. Heç kimə söz deməz, heç kimə tərbiyəsizlik eləməz. İndi Fərəhdir də, düşünür ki, belə gündəmə gəlir, amma Fərəh, sənin hansı sevənlərin var? Neçə dənə sevəndi o belə? Sən hansı belə əməllərinlə, hansı qızın belə mahnılar oxumusan? Biz sənə indi hörmət elədik, bir-iki dəfə onun xahiş elədik. Efirimə çağırdıq səni. Sən indi sənətkar oldun qızım, biz bilmədik. Anon sənətkardır, amma meyxana sayəsində ya. Sənin anonun çox gözəl səsi var. Sənin anonla dəfələrlə Rusiyada Yahudilərin toyunda olmuşam. Sənin anon sənətkardır öz sayəsində. Bunu deyirəm. Amma siz yox. Yox, Ofeli səsini çıxartmıyor. Çünki Ofeli, bəlkə də Ofeli özü bezib bunlardan. Ofeli bunlardan bezib. Amma bunlar it kimi əl çəkmirlər Ofeli'dən məncə. Fərəh deyir, yaxşı eləmişəm, eləyib də. Fərəh onu kimlərə aid eləyibsə özü bilər. Mən də deyirəmsə, onları xalqa aid eləyənlər, aparıcılara aid eləyən kim varsa, pox yeyib nəslinin ağzı ilə. Əgər onlara aid eləyiblərsə, aparıcılara, jurnalistlərə, pox yeyiblər nəsillərinin ağzı ilə. Amma Fərəh onu orada oturan qadınlara deyibsə, o başqa məsələ. Fərəh orada oturanlara deyibsə, əcəb eləyib. Amma Fərəh ümumilikdə deyibsə, mən yenə də demişəm sözümü. Fərəh dedi ki, mən ümumilikdə deməmişəm. Fərəh onu deyə də bilməz. Amma Fərəh onu deyib bəzi adamlara deyir demişəm, o da onun öz fikridir. Deyir orada oturan qadınlara demişəm. Kül o salonda olan qadınların da başına, o Fərəh onlara söz deyib ki, burada bu qədər qadın deyir. Mən demişəm ki, burada olanlar Kəmaləni bəyənmirlər, dalca danışırlar, özləri də dal qoyurlar. Kül oradakı qadınların başına ki, onlar bu sözü yeyiblər. Yəni, mən belə başa. Yəni, deyir ki, mən ümumiyyətcə deməmişim, özü bilər, düz deyir. Amma mən buradan deyirəm, bir də canlı yayımlarınızda mənim adımı çəksiniz. Çünki mən sizə efirdə şərait yaratdım, mən sizi zorla çağırmamışam. Hə, fırladıb, deyir ki,
deyir mən hamıya deməmişəm. Deyir demişəm ki, güya o salonda oturan qızlar var, Kəmaləni dalıca danışıblar. Güya deyir, onlara demişəm. İndi Hilal bilmirəm, onlara deyib, sənə deyib, mənə deyib, kimə deyib bilmirəm. Amma mənə onu deyər hər hansının əmcəyindən çıxmayıb. Mənə onu deyən qələt eləyər, pox yər Nəsrinin ağzı ilə deyər. Yəni mənə deməyib deyir. Deyir mən oradakı qadınlara demişəm ki, burada oturanlara demişəm. Yo, mən li sürmürəm. Mən li and co sürürəm 900.